Hər vaxtınız xeyirli olsun dostlar. Biz bugün Bakıdan Tbilisiyə qatar vasitəsilə yola düşəcəyik və bu videomda mən çalışacağam ki, sizə bu səfər zamanı nələrə riayət etmək lazımdır, nələrə diqqət etmək lazımdır, nə çətinliklər bizi gözləyir və bu çətinliklərin öhdəsindən necə gələ bilərik. Deməli, qardaşım da mənimlə bir yerdədir. Salam, hər vaxtınız xeyir. Qardaşım da bu 9 saatlıq yolda mənimlə bir yerdə olacaq. Etiraf edir ki, qardaşımın ilk səfəridir xarici ölkəyə və biz ilk səfərimizi Gürcüstana Adeya ilə eləyirik, qatarlarla eləyirik və 9 saatlıq bir yol bizi gözləyir. Əslində yataraq keçirəcəyimiz üçün, yəni ümid edirik yatacağıq yolda. Yataraq səfərimiz olacaq deyə biz yolun qısa keçəcəyini düşünürük. Biletləri bir ay öncədən əldə eləmişdik. Böyük bir mübarizə nəticəsində Bakıdan Tbilisiyə gedən qatarın biletlərini əldə eləmişdik. Əslində mən birazdan aşağıda düşüb kassalarda göstərmək istəyirəm ki, hazırda insanlar hələ də növbədədirlər və növbəti müddətlər üçün, növbəti ay ərzində və yaxud da növbəti 90 gün ərzində onlar bu kassalar vasitəsilə də bilet əldə edə bilirlər. Yəni biletlər iki cür satılır. Həm onlayn biz saytdan əldə edə bilərsiniz ki, necə mən saytdan əldə eləmişdim bir ay öncə. Və eyni zamanda da bu kassalara yaxınlaşıb növbə götürərək siz bilet əldə edə bilərsiniz. Və biz artıq qatardayıq. Qatar əladır. Murad gəl yanıma. Amma həqiqətən Murad gəl etiraf elə ki, biz daha pis fikirləşmişdik ki, içərisi çox sərindir. Biz hətta üşüdürük. Yəni biz də hamımız belə şortikdə gəlmişik ikimiz də. Çox komfortludur. Sularımız da var. Ya təşəkkür edirəm. Mənim bir səhvim oldu ki, yemək gətirmədim. Düşündük ki, yemək buraxmaq olar ki, əksəriyyət insanlar və hər kəs yemək gətirib, amma ev yoxdur. Biz paraya qıyıb gedib oradan alarıq. Amma gecə də elə ki, yemək yeyib çıxmışıq. Nəsə ehtiyac olsa yeyərik. Amma yəni, bu arada menyular buradaymış. Bəli, menyular buradaymış və menyular, nə ediyorsun? Snickers 3 manatdır. Yəni onu görüyorum şu an. Shawarma roll 6 manat. Normaldır da, yəni restoranlarda olduğu kimi normal. Eti çubuq kraker 2 manat. Twix çay hardadır? Çay. Mənə çay lazımdır dostlar, çay. Ya çay verərsən? Çay. Çay, kartof, çay anı. Valla kətəni inirəm səhər-səhər. Kartof, çay yoxdur. Bana çay verin lütfən. Nəysə dostlar, qatarın içini göstərmək istəyirəm sizə. Bu komfort qatardır. Arxaya gedirəm zəhmət olmasa icazənlə. Deməli komfort qatardır. Qatar alt mərtəbədən və eyni zamanda 2 alt mərtəbədən, 2 üst mərtəbədən ibarətdir. Bizim yerimiz 27-28-dir və qapının bu istiqamətində yazılıb 27-28 və aşağıda oturanlar istəsələr belə otura bilərlər. Daha sonra isə qatar bələdçiləri yaxınlaşaraq birinci mərtəbədən yataq hazırlayacaqlar və ikinci mərtəbəyə də həmin deyək ki, qalxmaq istəyən adam qalxacaq, həmin yerin sahibi. Görək qatarın içində nələr verirlər, bunu birazdan sizə göstərəcəm. Ümumiyyətlə qatar üçün nəzərdə tutulan hər şey var. Şəxsi əşyalarınızı qoya biləcəyiniz üçün seyf, sonra burada belə bir yer var, onu bilmirəm nədir. Burada musiqi qoşa bilərsiniz, xəritəyə baxa bilərsiniz və s. və eyni zamanda daha sonra nə var burada? Dediyim kimi sular təqdim olunur və hansı xidmətlər burada göstərilir sərnişinlərə o təqdim olunur və eyni zamanda menyu və menyunun qiymətlərini də birazdan sizə təqdim edəcəm. Elektrik yuvaları, loru dildə desək, rozetkalar var və burada qulaqlıq avadanlıqları. Bu nədir burada? Bu nə be? Kassa. Açar falan qoymaq üçün kassadır. Yəni açar qoya bilərik. Buradan da yəqin yıxılmayasınız. Bu arada dostlar, buradan siz baxa bilirsiniz. Tualetlərin müsait olub olmadığına baxırsınız. Burada ne edirsiniz? Adam rəhmətli yürüyün, adam burada ne ediyor? Tez olan şkafını bombalar söküldü başımıza. Buradan temperaturu deyəsən, çölün səsidir o. Çölün səsi. Dəqiq. Eləymiş güya. Mən bilmirdim onu. Yəni qardaşımın iddiasıdır. Yəni işıqları da buradan deyəsən, bəli, işıqları da buradan söndürmək olur. Nəsə yanır işıqları. Yəni hər şeyi özünüz kontrol edə bilirsiniz. Deyəsən amma istiliyi, soyuqluğu şeylər eləyir. Bələdçilər eləyirlər. Deməli,
Bir də müəllim eynəyimizi geyinək. Deməli belə bir şey təqdim edirlər qatarda. Görək bunun içində nələr var. Yuxarı qabada görünmür çünki. Hə, bir dəqiqə. Çok oldum ayol. Çok teşekkür ederim. Çok sağ olun. Tapıçka. Mənim dostum bunların qənimətlə harda görsə götürür özü üçün. Tapıçka, nəm salfetka. Salam, hər vaxtınız xeyirli olsun. Diş macunu və adnaraz deyək də zubnoy pasta. Mən niyə rusca danışdım? Öz doğma dilində danışmağa ar bilən fasonlu ədəbazlar. Diş pastası və diş macunu istifadə olunur. Daha sonra işte və salam, heç nə. Bundakı pul qabı eləyərsiniz. Başqa da yəni təyinatını bilmirəm nədir. Deməli biz artıq yola çıxdıq və biz yerimizi hazırladıq. Mən düzdür, burada döşək də veriblər, yorğan da veriblər. Halım olmadı döşəyə, burada sərin, üstünə sonra yorğan. Elə necə gəldi, inansız. Yəni məskunlaşdım burada. İkinci mərtəbəyə çıxdım və indi birazdan yol görünmür, çox qaranlıqdır. Birazdan yəni hava açılsa bir neçə saatdan sonra biz ancaq onda sizə göstərə bilərəm ki, yəni yol necə görünür. Sözün həqiqi mənasında komfortlu. Burada əşyalarımı qoymuşam. Bu arada bu əşya bura qoymuşam. Çantamı indi aça bilmirəm ağzını, nə varsa. Yəni bilməm necə olacaq, amma hər bir halda açma taktikasını mənə göstərərlər orada. Kodla açılır çox ehtimal, amma nə koddur, mənə kodu verməyiblər. Çünki quşa bilirsiniz ya da nəyəsə filmi izləyə bilərsiniz. Bu da tətbiq vasitəsilə daxil olursunuz oradan. O tətbiqdən siz Wi-Fi-yə daxil olanda avtomatik açılır hara getmək lazımdır. Belə havalandırması ən mükəmməl şəkildə işləyir və hətta içərisi çox sərindir, soyuqdur. Hər şey qaydasındadır. Yeməyimiz, içməyimiz, pastel, paltar. Qardaşım da burada müstəqilliyini elan edib. O üzü bu tərəfə uzanıb, mən amma bu tərəfə uzanacağam. Niyə bilmirəm, amma yəni güzgü var. Mən bu arada güzgüdən qorxuram deyə. 26 bu sizin, 27 bu sizin, 28 sizin. Burada qatar bələdçisi seyfləri açmaq üçün kartları təqdim edir. İndi isə yatmaq zamanıdır, çünki bugün çox yorulmuşuq, əşyalarımızı yığana qədər, bura yerləşənə qədər. Xahiş edirəm, yox. Qabırsılıq eləmə. İzləyib. Deməli, mən qardaşımla gəlmişəm. Biz acıdıq, gecə acıdıq və Aç qalmışam, açam, aç. biz gecə dedik ki, 1 saat deyilməsin. Yəni qatar elə 1 saat deyil yola çıxmışıq. Bura bilməm haradır, amma deyəlim artıq acımışıq. Deməli dostlar, şaurma, sos, kola, qardaşım və gecə saat 1. Yəni sonra niyə kökəlir? Sonra niyə kökən? Yəni məncə bu səbəb açıq-aydın bəllidir. Hazırda 05:25-dir və biz Azərbaycandakı sonuncu qatar stansiyası olan Böyük Kəsik stansiyasındayıq. 3-4 saat yuxu yatmışıq. İndi isə burada həm sərhəd yoxlaması olacaq, eyni zamanda gömrük yoxlaması, səhv etmirəmsə əşyalarımız yoxlanılacaq və eyni zamanda sənədlərimiz yoxlanılacaq. 4-5 saat yuxu yatmışıq, gecə qardaşımla yemək yeyəndən sonra gəldik, yatdıq. İndi isə hardasa burada 1 saat 40 dəqiqə bizim yoxlamamız olacaq. Ondan sonra isə biz artıq Gürcüstan sərhədini keçəcəyik. Orada da yoxlanılacağıq. Daha sonra isə yolumuza davam edəcəyik. Ona görə də hazır saxlamışıq sənədlərimizi və eyni zamanda əşyalarımızı belə açıb qoymuşuq. Bələdçilər tapşırmışlar. Belə. İndi
4 litr alıyor. Qardaban stansiyasında Только в месяц. Возить любого направления. əməkdaşlardan bizim əşyalarımızı yoxlamaq və sənədlərimizi kontrol etməyə gəlirlər. İstiqamət Tbilisi, Qardabandan Tbilisi. Bəli, artıq biz Tbilisiyə doğru yaxınlaşırıq. Hardasa 20 dəqiqə sonra artıq biz qatardan enəcəyik. Ümumilikdə 9 saatdan çox biz yol gəldik. Əsasən 9 saatın 2 saatını sərhəddə keçirdik. Onların 1 saatı Böyükəsik stansiyasında, digər 1 saatı isə Qardabani stansiyasında oldu. Ümumilikdə isə yəni yolu saysaq 7 saatdan çox, 7 saat yarım belə yol gəlmiş olmuşuq. Hazırda isə belə təbiət mənzərəsinin bir yerdə baxa-baxa biz Tbilisiyə yola düşürük. Daha doğrusu artıq gedirik, çatırıq. Və bu arada pulunuzu konvertasiya eləmək istəyirsinizsə, bankdan yanaşı 28-in çıxışında bir dayday var. Ona yaxınlaşıb ondan eləyə bilərsiniz. Mən gürcü pullarını oradan aldım. Düzdür, mən 20 manat belə soxdu, amma yenə də yəni oradan eləyə bilərsiniz. Bank hər zaman işləmir, amma onlar etdirində xidmət edirlər. Amma mən Tupoy burada Azərbaycan pulları da saxlamışam və Salak yemin ederim geri zekalı bu çocuk ya. çox təəssüf olsun ki, Azərbaycan pulu burada istifadə olunur və mən bilmirəm. İndi Gürcüstandakı hansısa bir banka yaxınlaşıb konvertasiya eləməyə çalışacağam. Görək orada konvertasiya necə başa gəlir. Yəni ümid edirəm bu işə yarayar. Həm də telefonumda pul var, oradan da kartdan istifadə edə bilərik və görək də. Qardaşım hazırda yəni ADN-in canına doğu yox ya. Allah hamd olsun. Bakı vağzalının Şəcəmiz yerində. Şəcəmiz yerində. Ya bu ne ya? Nasıl bir şey? Kabileyim kimi belə göstər. Çok da emeğe getirdim. Şöyle göre. Çernobil. Çernobil. Pripyat şəhəri. Görək də bəlkə yanılırıq, ümumi hakimiyyəyə yanaşırıq, görək. Və budur, biz artıq Tbilisidəyik. 9 saatlıq yolun ardından biz artıq mənzil başına çatmış olduq. Mikrofonum təəssüf ki, nədənsə səsi yazmayıb. Ona görə də bu cür videomu sonlandırmaq istəyirəm. Ümid edirəm ki, sizə faydalı ola bildik. Bu mənim ilk vloqumdur. Dəstək olmağınızı xahiş edirəm. Sağ olun, salamat qalın.